Salam everyone, welcome back to Learn Azerbaijan today. In today's episode, I will talk about describing people's virtues. But before we get started, I want to mention our one-on-one Azerbaijan lessons. If you're interested in personalized language instruction, please check out the first link in the description below to apply and see if our lessons are the right fit for you. Let's get started. Mehriban olmak, mehriban olmak, mehriban olmak, mehriban olmak, mehriban olmak. Mehriban olmak means to be kind, friendly, to be kind or friendly. For example, o çok mehriban insandır. O çok mehriban insandır. O çok mehriban insandır means she's a very kind person or she's a very friendly person. O çok mehriban insandır. Ağıllı olmak, ağıllı olmak, ağıllı olmak, ağıllı olmak means to be intelligent, or smart. To be intelligent or smart means ağıllı olmak, ağıllı olmak. For example, sen çok ağıllı fikirler deyirsən. Sen çok ağıllı fikirler deyirsən. Sen çok ağıllı fikirler deyirsən means you're saying like very smart things. You're saying very smart things or you say very smart things, doesn't matter. Cəsarətli olmaq. Cəsarətli olmaq. Cəsarətli olmaq. Cəsarətli olmaq means to be brave, courageous. To be brave means cəsarətli olmaq. For example, o çətinliklərdən qorxmur, cəsarətlidir. O çətinliklərdən qorxmur, cəsarətlidir. O çətinliklərdən qorxmur, cəsarətlidir. O çətinliklərdən qorxmur, cəsarətlidir. Means he's not afraid of challenges. He's brave. He's not afraid of challenges. He's brave. He's not afraid of challenges. He's brave. O çətinliklərdən qorxmur, cəsarətlidir. Səmimi olmaq. Səmimi olmaq. Səmimi olmaq. Səmimi olmaq. Səmimi olmaq means to be sincere. To be sincere. To be sincere. For example, onun sözləri çox səmimidir. Onun sözləri çox səmimidir. Onun sözləri çox səmimidir means her words are very sincere. Her words are very sincere. Onun sözləri çox səmimidir. Savadlı olmaq. Savadlı olmaq. Savadlı olmaq. Savadlı olmaq. Savadlı olmaq means to be educated. To be educated. Educated. Savadlı olmaq. Savadlı olmaq. Savadlı olmaq means to be educated. To be educated. For example, o çox savadlı müəllimdir. O çox savadlı müəllimdir. O çox savadlı müəllimdir means he's a very educated teacher. He's a very educated teacher or she's a very educated teacher. Səbirli olmaq. Səbirli olmaq. Səbirli olmaq. Səbirli olmaq means to be patient. To be patient. To be patient. For example, uşaqlarla işləyən insan səbirli olmalıdır. Uşaqlarla işləyən insan səbirli olmalıdır. Uşaqlarla işləyən insan səbirli olmalıdır. Means a person who works with kids must be patient. A person who works with kids must be patient. Bacarıqlı olmaq. Bacarıqlı olmaq. Bacarıqlı olmaq. Bacarıqlı olmaq. Bacarıqlı olmaq means to be skillful, talented. To be skillful or talented means bacarıqlı olmaq. For example,
O dizayn sahəsində çox bacarıqlıdır. O dizayn sahəsində çox bacarıqlıdır. O dizayn sahəsində çox bacarıqlıdır. Means she's very talented in design. She's very talented in design. Məsuliyyətli olmaq. Məsuliyyətli olmaq. Məsuliyyətli olmaq. Means to be responsible. To be responsible. For example, komanda işi üçün məsuliyyətli insanlar lazımdır. Komanda işi üçün məsuliyyətli insanlar lazımdır. Komanda işi üçün məsuliyyətli insanlar lazımdır. Means responsible person are needed for teamwork. Qəlbi təmiz olmaq. Qəlbi təmiz olmaq. Qəlbi təmiz olmaq. Qəlbi təmiz olmaq. Qəlbi təmiz olmaq means to be pure-hearted. To be pure-hearted. To be pure-hearted. Means o qəlbi təmiz və saf insandır. O qəlbi təmiz və saf insandır. O qəlbi təmiz və saf insandır. Means she's a pure-hearted and honest person. She's pure-hearted and honest person. O qəlbi təmiz və saf insandır. Dürüst insandır. O qəlbi təmiz və dürüst insandır. It also means like she's a pure-hearted and honest person. And last one, inamlı olmaq. İnamlı olmaq or özgüvənli olmaq. Özgüvənli olmaq. Özgüvənli olmaq. Özgüvənli olmaq or inamlı olmaq means to be confident. To be confident. For example, o auditoriya qarşısında inamlı danışır. O auditoriya qarşısında inamlı danışır. O auditoriya qarşısında inamlı danışır. Auditoriya qarşısında inamlı danışır. Means he speaks confidently in front of the audience. He speaks confidently in front of an audience. He speaks confidently in front of audience. Means o auditoriya qarşısında inamlı danışır. And that's it. If you're interested in personalized language instruction, please check out the first link in description below to apply and see if our lessons are the right fit for you. Don't forget to like, share and subscribe for more learning tips. Sağ olun, görüşene dek.